Faciəvi həyatı olan Nailə Mirməmmədli 42 yaşında oğlunu itirir. Ondan sonra ağrılarına görə siqaret çəkməyə başlayır. Siqaret çəkməyi ona həyat yoldaşı Hikmət öyrədir. Nailə xanım 16 yaşlı oğlunun ölümündə onun dostlarını günahlandırırdı. Belə ki, o müsahibələrinin birində deyib: dostları hər gün oğluna deyirdilər ki, ana uşağısan, bəsdir evdə oturdun, dur gedək bizlə dənizə. Ad gününə bir həftə qalmışdı. Uşaqlar onu dənizə apardılar. Bu da sübut etmək istəyirdi ki, mən uşaq deyiləm. Getdi dənizə və bir daha geri qayıtmadı.